Yəni bu Yəni təkcə indi Bəylər Əyyubov prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri olsaydı, bəli, yəni hazırda. görəsiz, yəni hazırda olsaydı da, yəni o statusunda qalsaydı, yenə də o əməliyyat olunacaqdı. Yenə də mi tutaq ki, onun qardaşı oğlu, bacısı oğlu, kimlərsə həbs olunacaqdı. Ya da işdən Mən çıxarılacaqdı. inanmıram. Yəni inanmıram. Ona görə bilirsiniz insan, əslində biz bunu müzakirə eləyirik. Biz müxalifətdə, bizim cəbhədən baxanda, məsəl üçün qarşıda baş verən bütün hadisələr deyirik ki, iqtidar var. Biz illərdir bunu deyirdik, biz illərdir belə deyirdik, falan deyirdik. Amma daxildə də mən narahatlıqla izləyirəm bu məsələni. Biz o niyyətdə deyilik ki, əşi aləm dəysin bir-birinə, daxili idarə etmədə xaos yaransın, çəkişmələr yaransın, milyardlarla pullar toqquşsun, düz ya yox. Adnan Əhmədzadə olsun, bunlar olsun, digərləri olsun. Burada milyardlarla puldan söhbət gedir, milyonlarla puldan. Bu müxalifət deyil, o rəhmətli Baba Pünhan demişdi, müxalifət deyil, şeylə gedir, şort çörəklə gedir, iqtidar qatlilə. Ya şort çörək yeyə mübarizə aparan müxalifət deyil. Bunlar əllərində maliyyəsi olan, güc strukturlarında insanları olan, illərdir dövlət hesab olunan insanlardır. Yəni bunların içində belə çaxnaşmanın və belə xaotik formada getməsi məni şəxsən bir vətəndaş olaraq, hələ siyasi fiquru qoyuram, vətəndaş olaraq tədirgin eləyir. Çünki bilirsiniz, baxın, bir tərəfdən Ramiz Mehdiyev işi, bir tərəfdən Əhmədzadə işi, hansı ki o da birisi də bunlar heç biri tək maliyyə məsələsi deyil. Bir tərəfdən tutaq ki, indi Əyyubovlar ailəsi ilə bağlı olan hadisələr və maraqlı nədir? Məsəl üçün, özgə vaxtı, mən səhv eləmirəmsə 2011-ci ildə biz həbsdə olanda, onda Bəylər Əyyubov hələ prezidentin şəxsi mühafizənin rəhbəri idi və kifayət qədər gücə sahib, indi də kifayət qədər gücə və hörmətə sahibdir. Heç kim deyə bilməz ki, indi. Mənim yadıma gəlir, onun bir qohumu bizdən eyni vaxtda həbsxanadaydı. Bəli, cavan bir oğlan idi, səhv eləmirəmsə, nəsə həbs olmuş. Və Bəylər Əyyubov onu müdafiə eləməmiş. Nə baxımdan? Çünki demiş, cinayət eləmişsən, yəni səhvin varsa get elə. Və mediada da onu Bəylər Əyyubovun qohumu kimi vermirdi. Filankəs o filankəs kimi verirdi. Amma Əyyubov idi, hə? Hə, bəli. Amma 11-12-ci illərdə axtarsaz taparsınız yəni. Amma indi maraqlısınız, bütün media verir ki, Bəylər Əyyubovun qardaşı oğlu. Yəni, ad qalıb qıraqda, adamın şəxsinin özü qalıb qıraqda. Və burada bilirsiniz, başqa maraqlı nüanslar var, Seniz xanım. Məbləğ nə qədər məbləğdən söhbət gedir? 3 milyon. 3 milyon nədir ki? Yəni bizə görə puldur, yəni qoyuram qırağa. Yəni amma indi araşdırma gedir də, biz bilmirik axı nələr çıxacaq. Yəni, biz bilmirik axı bu günə qədər nələr edilib. edilir. Adnan Əhmədzadə neçə ilə başladı? Milyardlarla. Yəni bu qədər böyük bir və nəsil belə götürəndə ailədə Əyyubovlar və kifayət qədər də bu dövlət qarşısında indi ən azı prezidentin təhlükəsizlik məsələlərində kifayət qədər xidmətləri olmuş. Yəni bilirsiniz, məncə şübhəli məqamlar çoxdur Seniz xanım. Çünki bu dünən də elan ediblər ki, Gömrük Komitəsi həbsləri deyirsiniz. 1 milyon 800 min qaçaqmalçılıq, siqaret məbləğinə baxın 150 min manat. Yəni bu nəsə göstəricidir. 150 min manat adamın sürdüyü maşının qiyməti.